Carçı film təqdim edir. Köhnə dəyirman. Senari müəllifləri İsmail Ömərov, Rafiq Səməndər. Quruluşçu rejissor Nicat Manafov. Rollarda Daşdəmir İlqar Musayev, Mirzə Möhsün Mirdamət Seyfiyev, Nardan İlahə Həsənova, Abbas bəy Azad Şükürov, Vəzir Vaqif Əliyev, Aç kapını. Bağla görüm. Reddu. Ha Mirza, yerin rahattı mı? Çox sağ ol Abbas bəy. Pis deyil. Düzü Mirza. Mənim səndən heç bir şəxsi qərəzliyim yoxdur. Özü də bura düşməkdə günah sənin özündədir. Axı sən alim adamsan. Bizə baxanda gərək sən tədbirli olasan. Əşi, sən də bu məmləkətin işlərindən baş çıxarmayandan sonra göründü biz nə çəkirik? Vallah Mirzə, sənin burada olmağın mənim heç xoşuma gəlmir. İstəyirsən, səni buradan çıxardım. Abbas bəy, əgər mən Allahdan qorxmasaydım, bu məmləkətdə məndən hiləgər adam olmazdı. Güya sənə elə gəlir ki, sənin əməllərindən heç kəsin xəbəri yoxdur. Çox təəssüf, yanılırsan. Sənin hilələrinin və pis əməllərinin sonuna az qalıb, Abbas bəy. Düzü, sənə kömək lazımdır, mənə yox. Axmaq qoca! Mən sənə köməklik eləmək istəyirdim. Amma görürəm, sən məni başa düşmürsən. Yenə özün bilərsən. Sabah səni xalqın qarşısında şahı, anasını zəhərlədiyinə görə edam eləyəcəklər. Necə? Şahın anasının zəhərlənməsinə görə? Ha? Sən deyəsən ağlını itirmisən, Abbas bəy. Ha, şahın anasının ölümünə görə səni ittiham eləyəcəklər. Çünki onları sənin hazırladığın zəhərlə öldürüblər. Əgər sən sabah cəmaatın qarşısında öz xoşunla boynuna alsan ki, bu işləri sən eləmirsən, onda sənə söz verirəm ki, sənin edamını ləngidərəm, sonra da şərait edərəm ki,
aradan çıxıb qaçasan. Əcəl! Kimdir sən itirib axtaran? Göt yaşa da özün üçün. Deyəsən təzə oyun qurursan, Abbas bəy. Oyun qutardı. İndən sonra mənim qaydalarımla yaşayacağıq. Əgər mən deyənləri yerinə yetirsən, onda imkan verirəm yaşayarsan. Sənin bugün eşitdiklərin sabah həqiqət olacaq. Allah şeytana lənət eləsin. Xəyanətçi! Görüm sənin lənət! Qoca bilə. Abbas Bey, Nə var? zindana gelen var. Yox! Zindana gələn var. Xanım? Gecənin bu vaxtı zindana gəlməkdə xeyir ola. Səndən icazə almalıyam. Keç yoldan. Dayanın xanım. Amma bizə xüsusi tapşırıq var. Şahın icazəsi olmadan heç kəsi Mirzə Möhsünün yanına buraxmaq olmaz. Sən hardan bilirsən ki, mən Mirzə Möhsünün yanına gedirəm? Mən heç nə bilmirəm və bilmək də istəmirəm siz kimin yanına gəlmisiniz. Amma icazə verin sabah şaha deyərəm, sonra gələrsiz. Yaxşı. Qoy sən deyən olsun. Məyər sizə deməmişəm ki, mənim icazəm olmadan zindana heç kəsi buraxmayın? Bir qeyrətlər. Əgər bir də belə şeylər eləsəz, onda başınızı bədənizdən ayırıram. Ay kişi. Ay ev yiyəsi. Selamun aleyküm. Ait yerinə. Kimsən, nə istəyirsən? Nə lazımdır? Kardeş Allah bəndəsiydim. Bir söz soruşmaq istəyirdim. Mal qoyun axtarırsan? Mal qoyunu evdə axtarmırlar. Çöldə bayırda axtarırlar. Söz soruşmaq istəyirdim. Nə soruşmaq istəyirsən? Kardeş, deyirlər bu göz dağında Pənah adında biri yaşayır. Onu axtarırdım. Dəli Pənahı deyirsən? Neynirsən onu? Vallahi dəli olduğunu səndən eşidirəm. Mən heç onu tanımıram da. Ustadımın dostudur. Akşi, görmürsən o nə gündə yaşayır? Bir Həsirdir, bir də Məmməd Nəsir. Mənim itimin yeri onun yaşadığı yerdən 1000 dəfə yaxşıdır. Ölmür də ki, canımız qutarsın. Amma deyirsən adı Pənahdır, hə? Pənah yox, dəli Pənahdır, dəli. Yaxşı, onun hansı dəlliyə əlamətləri var? Akşi, səncə ağıllı adam o gündə yaşayar? O evdə yaşayan adama ağıllı adam demək olmaz. Nə işi var, nə də gücü. Yaxşı. Deyirsən ev eşik qura bilmir, hə? Bəs başqa nə dəlliyi var, hə? Bundan artıq da dəlli olar. Yaxşı. Sağ ol. Allah razı olsun.
Ayt geriye. Geriye. Şah sağ olsun. Qonşu məmləkətin şahı bizə müharibə elan edib. Necə? Abbas bəy, bütün döyüşləri bu gündən səfərbər eləyirsən. Baş üstə əla həzrət. Salam olsun Allah'ın layıqlı bəndəsinə. Allah'ın yarattığı bütün insanlar salama layıqdır. Sen bu yerlerin adamına oxşamırsan. Kimsən igid? Ustadım Mirzə Möhsündür. Adımsa Daşdəmir. Ustadımın Pənah adında bir dostu var, onu axtarıram. Deyirlər bu daxmada yaşayır. Ustadının dostu, axtardığım Pənah mənəm. Hə, Mirzə sənin haqqında mənə çox danışmışdı. De görüm tək niyə gəlmisən? Bəs Mirzə özü hanı? Düzü, dilim də gəlmir deməyə. Ustadımın başı bərk bəladadır. Necə yəni? Dardadır ustadım. Daşdəmir, de görüm Mirzənin başına nə iş gəlib? Bir də sən bura necə gəlib çıxmısan? Səni mənim yanıma kim göndərib? Məni bura ustadımın qızı Nardan göndərib. Mən də ona söz verdim ki, səni tapmayınca geri qayıtmayayım. O ki qaldı ustadıma, 2 gün öncə şahın huzuruna saraya gedib. Hələ də geri qayıtmayayım. Ondan bərk nigaranım. De görüm Mirzənin saraya getməkdə məqsədi nə? Pənah kişi, məmləkətimizdə qaçaq quldur, sağa sola at çapır. Cəmaata gün verib işıq vermirlər. Bu tərəfdən də şahın bu ordu başçısı Abbas bəy günü-gündən vergiləri artırır. Ustadım bu olanlara dözməyib, getdi şahın huzuruna olub bitəndən xəbərdar eləsin. Şikayət eləməyə getdi ustadım. Kamil insanları zamana qocaldıb, qüvvəsini alsa da, onlarda 2 xasiyyət güclənir. Biri səbr, ikincisi fikirləşib danışmaq. Mirzə də belələrindəndir. O heç vaxt yersiz söz deməz ki, şahın qəzəbinə düçar olsun. Çox güman ki, Mirzə özü belə istəyib. Acığın gəlməsin Pənah kişi. Deyəsən sən bu saray əhlini yaxşı tanımırsan. Bu dəqiqə onun əlində elə bir ixtiyar var ki, şahın özünün belə xəbəri olmadan Mirzəni edam eləyər. Daşdəmir, deyirsən, mən saray əhlini yaxşı tanımıram.
Mirzə də saraya haqqı deməyə gedib. Qorxursan ki, Abbas haqqın dilini kəsər? Yox, Daşdəmir, sən yanılırsan. Haqqın dilini Abbas kimilərin mini gəlsə belə kəsə bilməz. Amma mən elə gəlir ki, Pənah kişi, Abbas bəy haqqın dilini çoxdan kəsib. Naxaq mən bura gəldim. Naxaq. Əgər mən bura gələndə gördüklərimi sən görsəydin Pənah kişi, mənlə belə danışmazdın. Məmləkətdə qaçaq quldur sağa sola at çapır. Hərə bildiyini eləyir. Mən bura gələndə mən elə bilirdim ki, sən mənə qılınc, qalxan verəcəksən, qolu qüvvətli gidlər verəcəksən, gedim bir zəni xilas eləyim. Amma elə baxıb görürəm ki, elə bu kətdə sənin də dilini, ağzını, sözünü alıb zindana basıblar. Mən naxaq bura gəldim, Pənah kişi. Əgər Mirzənin başına bir iş gəlsə, mən özümü bağışlaya bilmərəm. Bütün bu olanlarda mən günahkaram, mən. Bağışla məni, Pənah kişi. Dayan Daşdəmir, dayan. Mirzənin xilası Polad üzlü qılıncında deyil, sənin ağlındadır. Ağlın gördüyü işi qılınc görə bilməz. Sənin axtardığın qılıncı da ağıl yaradır, ağıl. Enaddan. Ağılla görülən hər bir işin məğlubiyyətində də qələbə olur. Gəl, getməzdən əvvəl Abbas bəyin kim olması barədə sənə bir-iki kəlmə danışın. İndi eşidəcəklərin bəlkə də sənin üçün inandırıcı olmasın. Gəl, uzaq yol gəlmisən. Biraz əyləş dincini al, sonra gedərsən. Sənin bu cin şeytanların bütün işləri körlüyüb. Fikrim mənim olsa da, adamları sən tapmısan. Sən Abbas. İndi də məni günahlandırırsan. Mən tapmışam. Nə olsun ki, mən tapmışam? Belə getsə mən bu işdə yoxam. Bu sən, o da sənin cin şeytanların. Deməli, sən qaçırsan, qoca kaftar? Çək əllərini yaxamdan. Deyəsən başına hava gəlib sənin. Billə. Sən məni düzgün başa düşmədin deyəsən. Mən sadəcə... Necə yəni səni başa düşmədim? Laf özü uşaq kimi aparırsan. Biraz səbirli ol. Zamanın yetimi lap başıma bəla olub. Elə bil iğni olub yerə batıb. Bu sənin heç vecinə də deyil. Nə danışırsan? Sən elə bilirsən, mən narahat deyiləm. Nə eləyim? Abbasın ürəyi daşdan, beyni isə öldürmək haqqında düşünürdü. Yadında saxla, ondan özünü qoru. O çox təhlükəli bir insandır. Abbas, günahsız insanların qanını içməkdən zövq alır. Bir gün qardaşlarından biri atama dedi ki, güya bir kəndli icazəsiz, bax bu dağın qoynunda atamın malqarasının otladığı ərazidə özünə koma tikib. Deyilənlərə görə hətta çoban ona xəbərdarlıq dedi. Deyib ki, yalnız bu yerlər Çingiz bəyə məxsusdur. Kəndli isə çobana deyib ki, Çingiz bəy kimdir? Bu yerlər yalnız Allaha məxsusdur, Allaha. Atam Abbasa kəndlini tutub yanına gətirməyi əmr elədi. O kəndlinin yaşadığı yer buradan biraz aralı deyil. Mən də onlarla getdim. Bilirsən orada nə baş verdi? Mən nələr gördüm. Heç vaxtımda bilmirəm.
hadisə bir anın içində baş verdi. Mən heç bir şey eləyə bilmədim. Düzü, mən də özümü körpə, kimsəsiz hiss edirdim. Abbasın quldur dəstəsinin özbaşınalığı məni bərk narahat edirdi. Onlarla tək başına mübarizə aparmağın mənasız olduğunu bilirdim. Bir gün onlarla görüşüb, sadəcə söhbət eləmək qərarına gəldim. Quldurların məskəninə çatanda, gözlənilməz bir hadisə bütün işləri körlədi. Kərəm, eşitmisən? Deyirlər Cingizin oğlu Pənahın başına hava gəlib. Ay kişi, ola bilməz. Necə yana hava gəlib? Vallahi deyirlər kişi birdən-birə abid olub. Deyir, nə bilim, haram yemək olmaz. Gedin halal zəhmətinizlə dolanın. Məyər biz qarət eləyəndə zəhmət çəkmirik? Yaxşı, Abbas bəyin bundan xəbəri yoxdur? Yəqin ki, xəbəri yoxdur. Əgər xəbəri olsaydı, Pənahın dilini ağzından qoparıb çıxarardı. Abbas bəyin yanında söz demək olar. Qoy bu haram məni öldürsün. Vallahi, əgər mənim Abbas bəy kimi qardaşım olsaydı, mən bu məmləkətdə daşı daş üstə qoymazdım. Qoy bu haram məni öldürsün. Sən kimlə qorxursan? Əzrail özü səndən qorxur. Əzraildən qorxmuram. Dəyirmandakı cindən, şeytandan qorxuram. Ha, Nəcəf qardaş. Nə olub? Əlin ətəyindən uzun gəlirsən. Xeyr ola. Kişi, cəmaatda malqara da qalmayıb. Bir-iki adamda malqara qalıb, o da Çingizin adamlarındadır. Gərək Abbasa deyək ki, bundan sonra qənimət dalıcan başqa məmləkətə gedək. Belə geçsə, acından laf qırılacaq.
Gözlə, boğularsan. Eşitmirsən? Abbas bəyin qardaşı Pənah deyir ki, haram yemək olmaz. Gözlə, boğularsan. Boğazına qalar, ölərsən. Kimin qəniməti bundan qiymətlidir? Əsl qənimət belə olar. Əhsən sənə sərvər, bax bu əsl qənimətdir. Bax, buna deyərəm qənimət. Əhsən sənə sərvər. Laf əmlikdir. Əhsən, görürəm bugünkü qənimətiniz çox uğurlu olub. Hə, bəlkə bu qəniməti mənə verəsiz. Qalx, qalx. Ay yazıq. Bu mənim yaman xoşuma gəldi. Hə, nə deyirsiniz? Sən hardan çıxdın? Sən ki belə qənimətləri xoşlamırsan. Dedim axı, bu qənimət mənim çox xoşuma gəldi. Hə, nə deyirsiniz uşaqlar? Hı? Ey Pənah, deyirdim mən haram yemirəm. Hə, bu haramı yemək istərdim amma. Uşaqlar, deyəsən bu da onun yeni həngaməsidir. Sən gedişinlə məşğul ol. Bu kişilərin işidir. Yoxsa sənin üçün pis olar ha. Gedib Abbas bəyə bircə kəlmə desəm ki, bizi qənimət yığmağa qoymur. Deyir ki, haramdır. Bilirsən sənə neyniyər? Düz demirəm uşaqlar. Düzdür, düzdür. Get işinlə məşğul ol. Ey sən, xalqın namusuna göz dikən, iki gözündən olar əclaf. Alçaq. Diri tutun onu. Diri tutun bu küçüğü. Apardılar. Atam isə məni ağaca bağlayıb bir neçə gün ac susuz saxladı. Hə, uşaqlar. Eşitdiniz Abbas bəy nə dedi? Hə, Mirzə Mövsüm, eşitdim. Amma Abbas bəyin dediyinə heç inanmağım gəlmir. Bu xəbərin yalan ya doğru olmasını mütləq öyrənmək lazımdır. Axı necə? Keşikçilərdən. İnanmıram, keşikçilər bizə nəsə desin. Bilirəm. Onlardan elə-belə söz almaq çətindir, çox. Yaxşı, onda nə məsləhət görürsən, Mirzə? Fikirləşmək lazımdır.
Deməli belə. Ay, Sən özünü ölmüşlüyə vurursan. Mənsə keşikçilərdən birini səsləyirəm. Sənin öldüyünü onlara xəbər verirəm. Onlar mütləq içəri daxil olacaqlar və sənin həqiqətən ölüb ölmədiyini yoxlayacaqlar. Onlar sənə yaxınlaşanda sən cəld köməkləşib ikiniz birlikdə onu möhkəm tutub yıxarsınız. Sən qolundakı zənciri onun boynuna dolayarsan. Var gücünlə sıxarsan. O vaxta qədər ki, nəfəsi kəsilsin. Can şirin şeydir. Qorxudub, çox güman ki, ondan bir şey öyrənə bilərik. bəs sonra? Əgər Abbas bəy deyənlər düz olsa, biz mütləq fikirləşib bir yol tapmalıyıq ki, bu zindandan qaçıb canımızı qutaraq. Mən yaman qorxuram. Bizi axı öldürərlər. Abbas bəy deyənlər düz olsa, onsuz da bizi burada çox saxlamayacaqlar. Elə günü sabah bizi edam edəcəklər. Bizim başqa yolumuz yoxdur. Yaxşı Mirzə, birdən Abbas bəy deyən kimi olmasa, bəs onda necə? Bəli, onda gözətçini buraxarıq, gözləyərik şahın öz hökmünü. Bəs sən? Mən atamın dəstəsində qalmalı oldum. Ona görə də dəstə üzvlərini günah işlərdən çəkindirirdim. Hər dəfə geriyə qənimətsiz qaydanda atam məni cəzalandırardı. Bir gün atamın çobanlarına hücum çəkmişdilər. Bütün malqaranı aparmışdı. Çobanlardan biri zorla canını qurtarmışdı. Cavab ver! And içirəm ki, dediklərim doğrudur. Bəy. Başı boş! Danış görüm! Bəy, qurban olum bəy. Bu cür axmaqlıq ağlına necə gəldi? Bəy, üstümüzə hər yerdən hücum çəkdilər. Mən canımı güclə qurtardım. And içirəm bəy. Eşidirsiz? Yalan danışmıram. Hər yerdən bunlara hücum çəkiblər. Təkcə bu salamat qalıb. Buna bir baxın. Hazırlaşın. 3 gün sizə vaxt verirəm. Eşidirsiniz məni? Hər kəsi dindirin. Hər yeri axtarın. Bir şey öyrənməmiş. Geri qayıtmayacaqsınız. Bilib Demyanın evinə od vurarsınız. Sənsə bütün bunlara görə cavab verəcəksən. Əgər dediklərin yalan olsa, böyütkəni qulağın boyda eləyəcəyim. Bəy, Allah'ıma rəhmin gəlsin. Yazığın gəlsin mənə. Yücətən külfətim var. Bırax gedim. Qurban olun bəy. Mənim bu işdə heç bir günahım yoxdur. And olsun Allah ki, günahkar deyiləm. Qurban olun bəy. Bırax çıxım gedim evimə. Allah xatirinə, mənə rəhmin gəlsin. Bəy, rəhm elə. Rəhmin gəlsin mənə, yazığam bəy. Bəy, icazə ver kəsin bu küçüyün dilini. Dur. Bəy, rəhmin gəlsin. İtirin bunu buradan. Ay Allah ödür, rəhm elə. Zəncirliyim mağaraların birində. İtirin bunu buradan. Gözüm görməsin.
rəhm elə. Qurbanın olum bəy. Bəy, kömək Allah. Ah! Bəy, rəhmin gəlsin mənə. Allahdan qorx bəy. Qorxmayın mənə, ay Allah. Uzan. Özün ölmüş diye vur uzan. Keşikçi, keşikçi, ay keşikçi. Ne olub ay qoca? Nə səs küyü salmısan? Dustaqlardan biri ölüb. Necə yəni ölüb? Ölüb də. Zarıdı, zarıdı, sonra da səsi kəsildi. Keşikçi. Keşikçi. Səsini kəs. Özünə yazığın gəlsin. Yoxsa tərpənmə. Tərpənmə. Özünə yazığın gəlsin. Yoxsa səni öldürəcəklər. De görüm sarayda nələr baş verir. And içirəm, heç nə bilmirəm. Keşikçi. Abbas bəy deyir şahın anasını zəhərləyib öldürüblər. Danış, düzünü de. Yazığın gəlsin canına. Boğun onu. Danış. Akı, sən nə danışırsan? Şahın anası Abbas bəylə elə biraz öncə bir yerdəydilər. Qulaq as. Burada gördüklərini heç kəsə demə. Eşittin? Bırakın.